Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər, əziz müdavimlər. Mən Mətanət Nəbiyeva. Bugün sizlərə ekranda gördüyünüz kimi şəxsiyyətin formalaşması və inkişafı mövzusunda izah verəcəm. Deməli, şəxsiyyət deyəndə ilk öncə tanış oluruq nə ilə? Şəxsiyyətin inkişafı və bu inkişafı təmin edən 3 əsas konsepsiyalar. Konsepsiyalarımız 3 istiqamətdən ibarətdir. Bioloji, sosioloji, biososioloji. İndi gəlin bir-bir bunlarla tanış olaq görək, hansında nədən bəhs olunur və hansı xüsusiyyətlərlə öyrənilir. İlk olaraq bioloji konsepsiyadan başlayırıq. Bioloji konsepsiya təbii konsepsiyada adlanır. Yəni, bunun nümayəndələri şəxsiyyəti təbii varlıq hesab edirlər və deyir ki, bütün davranış anadan olanda özü ilə gəlir. Yəni, irsiyyət mühiti, burada genetika ön plandadır, bioloji deyəndə. Şəxsiyyətin davranışı bioloji təsir və instinktlərdən asılıdır və bunun da hərəsi öz növbəsində qorxu və razılıq əlamətidir. İndi gəlin deyirəm ki, məsələn, Əlinin anası da müəllimdir, deməli, Əli də müəllim olacaq. Baxın, biolojiya nümunə göstərə bilərik. Və yaxud da ki, deyirlər, bəzən ot kökü üstündə bitər. Yəni, nəsil, gen nədirsə, ailə nədirsə, uşaq da el olacaq. Və yaxud da ki, deyirəm ki, filan kəsin valideyni uşaq vaxtı çox dəcəl idi, dalaşqan idi, aqressiv idi. Ona görə evladı da ona bənzəyib. Yəni, davranış anadan olanda özü ilə gətirilir. Bu, konsepsiyaya nümunədir. Yadda saxlayırıq. Yəni, bioloji, genetik də qeyd edə bilərik, irsi də qeyd edə bilərik. Sonra keçid edirik digər konsepsiyamız. Digər konsepsiyamız sosioloji konsepsiyadır. Sosioloji konsepsiya nə deyir? Sosioloji konsepsiya bunlar təbii ki, insanın bioloji varlıq olduğunu qəbul edir. Bura kimi deyir, hər şey tamam. Ondan sonra qeyd edir ki, amma deyir şəxsiyyət cəmiyyətdə, ünsiyyətdə olduğu sosial qrupların təsiri ilə sosiallaşır. Yəni, bir mühit anlayışı deyirik. Bax, bir də deyirlər, filan kəs pis mühitə düşdü və yaxud da ki, yaxşı mühitə düşdü, onun davranışları dəyişdi. Bu, sosiallıqla bağlıdır. Ola bilər ki, ailə, yəni Lori dildə bu şəkildə deyirəm ki, sizə aydın olsun. Ailə çox yaxşı ailədir, amma uşaq və yaxud da ki, şagird getdi, düşdü uyğun olmayan bir qrupların təsirinə, bir insanların təsirinə və tamamilə fərqli bir istiqamətdə proseslər cərəyan etdi. Yəni, mühitin təsiri ilə də insanda müsbət və mənfi proseslər baş verə bilər. Təbii ki, çalışmaq lazımdır ki, mühit də evladın düşdüyü mühit olsun və biz müəllim olaraq şagirdin düşdüyü mühit də doğru, düzgün mühit olsun. Yəni, burada da sosial qruplardan, sosiallıqdan söhbət gedir. Bəs yaxşı. Üçüncü konsepsiyamız biososial konsepsiyada nə deyir? Biososial adından göründüyü kimi daha öncə yuxarıda öyrəndiyimiz iki konsepsiyanın birləşməsindən irəli gəlir. Yəni, onlar deyir ki, insanda gedən sosioloji proseslərin bioloji əhəmiyyəti var. Yəni, insan bir bioloji fərd kimi doğrulur, sosial həyat şəraitinin təsiri ilə anında şəxsiyyətə çevrilir. Yəni, daha öncə mən sizə bioloji və sosioloji haqqında nümunələr qeyd etdik. Onların hər ikisinin sintezini biososial konsepsiyaya nümunə çəkə bilərik. Yəni, bioloji konsepsiyada qeyd edirlər ki, həm bioloji ola bilər, yəni bəzi hallarda irsiyyət önəmli ola bilər, bəzi hallarda da sosial həyatın təsirini biz görə bilərik. Sonra, ümumiyyətlə, şəxsiyyət kimi formalaşma əsas 3 amildən asılıdır. Birinci, irsiyyət. Qeyd etdiyimiz, bax, belə deyək ki, genetika, nə bilim, nəsil bu şəkildə qeyd edirik. Mühit, sosial mühit və ən əsası da tərbiyə. Yəni, tərbiyədən çox şey asılıdır. Əgər doğru, düzgün şəkildə tərbiyələndirsək, tərbiyə edə bilsək, təbii ki, düzgün bir şəxsiyyət yetişdirmiş ola bilərik. Şəxsiyyət nə deməkdir? Şəxsiyyət, ümumiyyətlə, irsiyyət deyəndə nə başa düşürük? İrsiyyət valideynindən uşağa ötürən keyfiyyətli xüsusiyyətlərin irsən keçməsi. Məsələn, savadın, intellektin, deyirəm ki, filan kəsin atası riyaziyyatçıdır, riyaziyyatı yaxşı bilir, ona görə evladında da bunu müşahidə edirik. Formalaşmaya təsir edir bu irsiyyət. Amma aparıcı amil deyil. Mühit dedikdə
sosial və təbii mühit. Təbii mühit ailə mühitidir. Yəni hardasa bir 5 yaşa qədər götürək də və yaxud da ki, bağçaya kimi götürək. Amma sosial mühit məktəb mühiti. Yəni ilk olaraq uşaqlar, şagirdlər harda sosiallaşır? Məktəbdə. Deməli, təbii mühit hansı mühit oldu? Ailə mühiti. Sosial mühit hansı mühit oldu? Məktəb mühiti. Biz bəzən də müşahidə edirik ki, evdə sakit olan bir uşaq məktəbə gedir, artıq hərəkətlərində dəyişmə olur və yaxud da ki, tam əksinə. Tərbiyə nə deməkdir? Tərbiyə uşaqlarda dəyərin formalaşması, mənəvi keyfiyyətin aşılanması. Yəni, əgər dəyərdən söhbət gedirsə, mənəvi keyfiyyətlərin yerində, doğru, düzgün şəkildə aşılamaqdan və bundan nəticə almaqdan söhbət gedirsə, artıq deməli hansı komponent yerindədir? Tərbiyə komponenti yerində hesab olunur. Keçirik növbəti. Xarakter formalaşmasının 5 mərhələsi. Bunlar əxlaqi dəyərlərin olmadığı dövr, özünə yönəlmə mərhələsi, ənənələrlə ayaqlaşma dövrü, qeyri-rasional şuuru dövr və rasional şuuru dövr. İndi mən bunları sizə izah edirəm və bəzən də bunları digər nəzəriyyələrlə əlaqələndirəcəm. Əxlaqi dəyərlərin olmadığı dövr adətən 0-2 yaş, yəni Piagetdəki kimi hissi, hərəkki mərhələnin xüsusiyyətlərini özündə daşıyır. Hansı mərhələnin xüsusiyyətini özündə daşıyır? Hissi, hərəkki. Yəni, deyir, körpəliyi illərinə təsadüf edir. İnsan burada nəyin doğru, nəyin yanlış olduğunu bilmir. Yəni, uşaq nəyin doğru, nəyin yanlış olduğunu bilmir. Etdiyi bütün hərəkətlər fiziki ehtiyacının ödənilməsi üçündür. Məsələn, nəyin bahasına olursa olsun şirniyyatı almağa çalışacaq və yaxud da ki, nəyin bahasına olursa olsun qaydanı da pozacaq, digər hərəkətlər də eləyəcək, amma oyuncağı əldə etməyə çalışacaq. Deməli, o nəticəni bilmir də ki, mən qayda pozdum və yaxud da ki, digər hər hansı doğru olmayan bir hərəkətlər etdik. Hansı mərhələ ilə bağlıdır? Hissi, hərəkki mərhələ ilə bağlıdır. Sonra keçirik özünə yönəlmə mərhələsi. Bunu biz Piagetdə deməli ilkin əməli mərhələ ilə əlaqələndirə bilərik. Yəni, özünə yönəlibsə, deməli, burada bir egosentrizm var. Bu, daha çox erkən uşaqlıq illərində baş verir və burada uşaq özünün və yaxud da ki, digər qrupun marağını aid edə bilir. Düzdür, deyir ki, qoyulmuş dəyəri, qaydanı bilir, amma qaydanı özünü məmnun etməyə görə poza bilər. Məsələn, deyirəm ki, uşaq bilir ki, televizora məsələn, saat 6-dan sonra baxmaq olar. Digər saatlarda dərslərinə hazırlaşmaq lazımdır. Amma o televizora baxmaq istəyirsə, cizgi filmə baxmaq istəyirsə, qaydaları pozacaq, dərsini oxumayacaq, yenə özünü məmnun eləməyə çalışacaq və yaxud da ki, gedib digərinin əşyasını götürməyə çalışacaq. Biləcək ki, evdə deyiblər, olmaz başqasının əşyasını götürmək, başqasının oyuncağını götürmək, amma yenə istəyir axı, özünü məmnun eləmək istəyir. İstəyir, onda olan da mənim olsun və yaxud da ki, onun kitabı, onun oyuncağı mənim olsun. Ona görə özünü məmnun etməyə görə qaydaları pozur. Sonra keçirəm ənənələrlə ayaqlaşma dövrü. Bunu mənəvi inkişafla əlaqələndirəcəm. İtaət cəza. Bəzi hallarda da konkret əməli mərhələnin, yəni Piagetə görə xüsusiyyətlərini burada görə biləcəksiniz. Daha çox 6-12 yaş aralığını əhatə edir. Burada uşaqlar artıq qaydaya əməl etməyə çalışır. Çünki əməl etməyəndə hansı pis nəticə və yaxud da ki, cəza gözləyəcəyini bilir. Bilir ki, məsələn, dərsimi oxumasam, valideynim mənə tutalım ki, istirahət etməyə zaman verməyəcək və yaxud da ki, cizgi filminə baxa bilməyəcək və yaxud da ki, dərsdən sonra yoldaşımla oynamağa qoymayacaq məni. Yəni, negativi öncədən görə bilir və ona görə də qaydalara əməl etməyə neynəmiş olur? Çalışır. Sonra qeyri-rasional şuuru dövr, bu daha çox yeniyetməlik dövrüdür. Burada uşaqlar emosiyaların təsiri altındadır və məntiqlə də hərəkət edə bilmirlər. Bəzən biz yeniyetmə dövründə olan uşaqları müşahidə edəndə görürük ki, həddindən artıq emosionaldılar, hər şey yerli, yersiz reaksiya verirlər. Yəni, keçid dövrü kimi görə bilərik. Yəni, bu da hansı mərhələyə aiddir? Qeyri-rasional şuuru dövrə aiddir. Burada həmçinin biz görə bilərik konkret əməli mərhələnin xüsusiyyətlərini, yəni istisna deyil, müşahidə edə bilərsiniz. Sonra deməli, rasional şuuru dövr. Rasional şuuru dövr daha çox yetkin yaşa təsadüf edir və
formal əməli mərhələnin xüsusiyyətini özündə daşıyır. Məsələn, daha çox yetkinlik yaşında və insan burada artıq nəyin düzgün, nəyin yanlış olduğunu bilir. Həmçinin mübahisəli tipli suallara cavab vermiş olur. Deməli, bəhs edirik növbəti ekstravert, ambivert və introvert şəxsiyyət tipləri haqqında. İndi gəlin görək, ümumi görünüşünü vermişəm burada sizə. Gəlin görək, hansında nədən bəhs olunur. Ekstravertlər daha çox Gardnerə görə şəxslər arası intellektin xüsusiyyətini daşıyır. Yəni, burada deyir ki, şəxsin, şagirdin və yaxud da ki, uşağın qərar verməsində xarici faktorlar geniş rol oynayır. Məsələn, başqası nə deyər, mən belə etsəm, mənim haqqımda nə fikirləşərlər. Sanki burada biz həm də nəyi görə bilərik? Bu, mənəvi inkişafın qəbul olunmaz mərhələsinin xüsusiyyətlərini görə bilərik. Yəni, burada biz müşahidə edə bilərik ki, ekstravert tipli şəxslərin xüsusiyyətində onlar üçün daim başqa şəxslərin marağı, mənafeyi, istəyi ön plandadır. Və belə şəxslər də adətən xarici faktora əsasən düşünür, davranır və yaşayır. Təbii ki, belə olanda da səhv etmək ehtimalı daha böyük olur. Gəlin görək bunların ümumən hansı xüsusiyyəti var? Təbii ki, şəxslər arasıdırsa ünsiyyətdə olmağı daha çox sevəcək, qapanıq olmayacaq. Təklik olaraq sıxıcı gələcək. Yəni, introvertdən fərqli olaraq bunlar daha çox sosial mühitdə. Yəni, bir növ qeyd edə bilərik ki, bunlar sosiallığı xoşlayır. Eyni zamanda insanlarla ünsiyyət, yəni kim nəsə ünsiyyət eləyəndə, kim nəsə danışanda stimul alırlar, həvəslənirlər. Daha sonra həmişə, yəni diqqət mərkəzində olmağı, şənliklərdə, oyunlarda iştirak etməyi sevirlər. Və çox hallarda da ətrafda olan insanların fikrinə əsasən davranırlar. Qeyd etdiyimiz kimi bu da negativ nəticələri nəyə bilər? Gətirib çıxara bilər. Və bunlar ünsiyyətə əsaslandığına görə bəzi problemlərlə rastlaşa bilərik. Hansı? Əgər burada müəllim-şagird münasibətləri yaxşı deyilsə, şagirdin müəllimə, fənnə qarşı bir aqressiyası, antipatiyası yaranır və həvəsdən düşər. Və eyni zamanda dərindən düşünmədən məna çıxarırlar. Yəni, başqalarını dinlədiyi üçün dərindən düşünmədən, ətraflı, yəni ölçüb biçmədən bir nəticə çıxara bilirlər ki, bunun da fəsadları geniş ola bilər. Sonra keçirik introvertlərə. Introvertlər daha çox fərd daxilidir. Fərd daxili, yəni bir şəxsə aid olur. Daha çox subyektiv düşüncəyə, yəni düzdür, qarşındakı, ətrafındakıları dinləyir, amma sonda öz bildiyini edən tiplər, şəxsiyyət tipləri introvertlərdir. Introvertlər daha çox kənar amillər, mülahizələr arasında əlaqəni qurmağı bacarırlar. Qeyd etdiyimiz kimi xarici faktorları müşahidə edir, qərarını isə daxili, yəni özü fikirləşib öz qərarını özü verə bilir. Xüsusiyyətləri nədir? Uzun səthi mülahizələrdən yorulurlar. Onları stimullaşdıran nədir? Təklik. Yəni, digərindən fərqli olaraq bunlar təklikdən stimullaşdırır. Fikirləri, qərarları subyektiv olacaq. Uzun müddətli, yəni qərarı özləri verdiyinə görə, düşündüyündə, daşındığına görə bunların qərar verməsi zaman olacaq. Və qeyd etdiyimiz kimi, yəni az öncə qeyd etdiyim kimi, vaxta çox ehtiyac duyurlar. Hansı intellektlə bağlıdır? Fərd daxili. Bəs bunların üzləşə biləcəyi çətinliklər hansıdır? Uzun düşündüyünə görə müəllimin sualına rəng cavab verə bilərlər və eyni zamanda təklik olduğuna görə sosial mühitdən kənarlaşa bilərlər. Yəni, nə yarana bilər burada? Asosiallıq yarana bilər. Növbəti keçir edirik ambivertə. Ambivert nədir? Ambivertdə həm introvert, bu tip insanlara daha çox əslində normalda rast gəlmək olar ki, yəni həm introvertin xüsusiyyətini daşıyır özündə, həm də ekstravertin xüsusiyyətini daşıyır. Yəni yeri gələndə kimisə dinləyir, yeri gələndə də öz qərarını özü verə bilir. Bəhs edirik şəxsiyyətin formalaşması üçün lazım olan strategiyalar. Təbii ki, qrupla iş, burada ünsiyyət plus əməkdaşlıq olduğuna görə şəxsiyyət formalaşacaq və bu şəxsiyyətin formalaşmasına müsbət təsir edəcək. Axı, ünsiyyətdə olurlar qarşı tərəflər. İkinci düşünmə, gözləmə vaxtının verilməsidir. Mütləqdir ki,
Bəzən olur biz qeyd edirik ki, introvertlər daha geniş fikirləşirlər, daha çox vaxta ehtiyac duyurlar, amma ekstravertlərdə deyil də bu belə. Vaxtından əvvəl suala cavab verə bilirlər. Ona görə düşünmək, gözləmə vaxtı mütləq ki verilməlidir. Müsbət gözlənti, əgər yəni şagird bilsə ki, bizim ondan müsbət gözləntimiz var, müsbət gözləyirik, o zaman o həmin müsbət nəticəyə doğru çatmağa çalışacaq, əlindən gələni edəcək. Müzakirə prosesini təşkili çalışmaq lazımdır ki, müzakirələrdə şagirdlərin aktiv iştirakını təmin edək. Yəni ekstravertlər, introvertlər bir yerdə müzakirələrdə iştirak etsinlər. Tərbiyədə əks əlaqə nə deməkdir? Bəzən belə deyək də, İki halda tərbiyə edənlə tərbiyə olunan arasında bir uçurum yaranır. Bu hansı hallarda baş verir və nəyə gətirib çıxara bilər? Təbii ki, əgər davamlı olaraq hər hansı bir şagird olsun, şəxs olsun, onun negativini sadalayırıqsa, bu tərbiyə edənlə tərbiyə olunan arasında bir uçurum yaradacaq və həmin müəllimə qarşı, tərbiyə edənə qarşı bir antipatiya yaranacaq və şəxs də öz səhvini qəbul eləyəcək ki, hə, mən öyrənə bilmirəm. Hə, mən çox aqressivəm, mən çox dəcələm, onu qəbul edəcək. Sonra sağlam qayğıkeş mühit. Şagird bilməlidir ki, müəllim səhvdədə, düzdədə şagirdin yanındadır və eyni zamanda orada sağlam sosial psixoloji mühit, yəni dəstəkləyici mühit yaradılmalıdır. Sonuncu deməli nədən bəhs edirik? Şəxsiyyət yönümlü təlimdə bəzi məsələlərə biz diqqət etməliyik. Birinci, yüksək ideyaları. Əgər yüksək ideyaların dalı ilə şagirdləri getməyə sövq etsək, təbii ki, nəticədə yaxşı olacaq. Yaxşı vərdişlər elə adından göründüyü kimi müsbət vərdişləri şagirdlərin stimullaşdırmaq, dəstəkləmək lazımdır. İradə gücünün formalaşması, yəni öyrənmədə iradə, emosional durumun taraz olması daha məsləhətdir. Nəyə görə? Çünki müəyyən uğursuzluq görəndə həvəsdən düşməsinlər. Mükafatlandırma mənfi nəticələr, yəni şagird müsbət davranışının nəticəsi olaraq onun nə gözlədiyini bilməlidir və mənfi davranışın nəticəsi olaraq onun nə gözlədiyini bilməlidir. Səmərəli vərdişlər də öyrənmə prosesində istifadə olunacaq vərdişlərdən, yəni müsbət xüsusiyyətlərdən bəhs olunur. İzahımız bu qədər. Mən qısa da olsa izah verməyə çalışdım. Təbii ki, kitabı öz yerində oxuyacaqsınız, testini işləyəcəksiniz və mövzunu möhkəmləndirmiş olacaqsınız.